Hər kəsə salam dostlar, 12-ci dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə biz şahmatda bərabərlik anlayışı haqqında danışacağıq. Bərabərlik oyunun hər iki tərəf üçün bərabər nəticələndiyi və heç bir oyunçunun qalib gələ bilmədiyi vəziyyətə deyilir. Şahmatda bərabərlik 5 fərqli vəziyyətdə baş verə bilər. Pat vəziyyəti, 3 qat təkrarlanma, 50 gediş qaydası, yetərsiz material və razılıq əsasında baş verə bilər. İndi isə gəlin bu qaydaları daha yaxşı başa düşməyiniz üçün sizə nümunələrlə izah edim. Gəlin əvvəlcə pat vəziyyəti haqqında danışaq. Deməli, pat vəziyyəti bir oyunçunun şahı mat olmadığı halda heç bir gediş edə bilmədiyi haldır. Yəni gediş edə biləcək bir yeri yoxdur, amma şahı da təhlükə altında deyil. Belə olduğu halda oyun heç-heçə olur. Baxın, bu nümunədə gediş ağlardadır və biz görürük ki, vəzirimizi G8 xanasına gəldiyimiz zaman, B7 xanasına gəldiyimiz zaman və A7 xanasına gəldiyimiz zaman rəqib şahı mat edə bilirik. Amma deyək ki, oyunda fikrimiz yayınıq olur və biz səhvliklə vəzirimizi C7 xanasına gətiririk və belə olduğu halda oyun bərabəri olmuş olur. Gördüyünüz kimi biz vəzirimizi C7 xanasına gəldiyimiz zaman rəqib şaha hər hansı bir şəkildə hücum etməmişik. İndi isə gəlin biz qaraların gedə biləcəyi xanaları oxlarla göstərək. Baxın, qara şah A7 xanasına, B7 xanasına və B8 xanasına gedə bilər. Amma bizim vəzirimiz şahın gedə biləcəyi bütün xanalara nəzarət eləyir. Gördüyünüz kimi rəqibə şah verməmişik, amma oynama sırası rəqibdədir və rəqib heç bir xanaya gedə bilmir. Belə olduğu halda oyun bərabər olmuş olur. Yəni pat olmuş olur. İndi isə gəlin bu nümunəyə baxaq. Bu nümunədə gördüyünüz kimi biz topumuzla C8 xanasına gəldiyimiz zaman rəqib mat olmuş olur. Çünki şah fiqurunun gedə biləcəyi xanalar bu xanalardır. Gördüyünüz kimi top fiquru 8-ci üfüqi xəttə nəzarət eləyir və şah fiquru isə J7 və H7 xanalarına nəzarət elədiyi üçün rəqib şah mat olmuş olur. Biz deyək ki, topumuzu C8 xanasına gəldiyimiz zaman mat edəcəyimizi heç görmürük və deyək ki, biz filimizi D5 xanasına oynayırıq və belə olduğu halda artıq pat olmuş olur. Baxın, gördüyünüz kimi rəqib şaha hər hansı bir şəkildə hücum olunmayıb. Yəni rəqib şaha şah verməmişik. Artıq oynama sırası qaralardadır və qaraların gedə biləcəyi xanalar sadəcə bu oxlarla işarələnmiş xanalardır. Amma gördüyünüz kimi J7 və H7 xanalarına bizim şahımız nəzarət eləyir. G8 xanasına isə bizim filimiz nəzarət eləyir. Və belə olduğu halda artıq pat vəziyyəti yaranır və oyun bərabəri olmuş olur. Baxın, bu vəziyyətdə rəqibin şahından əlavə hər hansı bir fiquru olsaydı, gördüyünüz kimi deyək ki, A5 xanasında rəqibin bir piyadası var. Belə olduğu halda biz filimizlə D5 xanasına gəlsək, artıq vəziyyət pat olmamış olur. Düzdür, rəqib şah yenidən hərəkət eləyə bilmir. Amma gediş qaralardadır və qaralar sırf şahını oynamalıdır deyə bir qayda yoxdur. Gediş qaraları keçdiyi zaman qaralar öz piyadasını bir addım irəli oynaya bilər. Belə olduğu halda artıq pat vəziyyəti olmamış olur. Deyək ki, qaraların da şahdan başqa hər hansı bir fiquru var, amma o fiqur da hərəkət eləyə bilmir. Qaraların şahı və piyadası var, şah tək başına deyil, amma qaraların piyadası da irəli gedə bilmir. Belə olduğu halda biz filimizlə D5 xanasına gəlsək, yenidən vəziyyət bərabəri olmuş olacaq. Deməli dostlar, indi isə gəlin 3 qat təkrarlanma haqqında danışaq. Deməli, 3 qat təkrarlanma o deməkdir ki, eyni vəziyyət taxtada 3 dəfə eyni şəkildə təkrarlanır. Yəni eyni fiqurlar eyni xanalarda olur və oyunçular eyni gedişləri eləyirlər. Baxın, bu nümunədə gediş ağlardadır və ağlar öz vəzirini J6 xanasına gələrək rəqibə şah vermiş olurlar. Belə olduğu halda qara şahın qaça biləcəyi tək xana H8 xanasıdır. Və daha sonra biz H6 xanasına gələrək rəqibə yenidən şah vermiş oluruq. Və rəqib yenidən J8 xanasına qayıdır. Biz yenidən J6 xanasından şah veririk, rəqib yenidən H8 xanasına qaçır və biz eyni gedişləri təkrar edirik. Belə olduğu halda artıq oyun bərabəri olmuş olur. İndi isə gəlin belə bir nümunəyə baxaq. Bu nümunədə biz yenidən 3 qat təkrarlanma qaydası ilə oyunu heç-heçə eləmiş olacağıq. Gördüyünüz kimi qaralar bizdən 4 xal öndədir, amma bunun heç bir əhəmiyyəti yoxdur, çünki artıq gediş bizdədir. Biz topumuzu D7 xanasına gələrək rəqibə şah vermiş oluruq və rəqibin gedə biləcəyi tək xana A8 xanasıdır və daha sonra biz topumuzla D8 xanasına gələrək yenidən şah vermiş oluruq. Şah yenidən əvvəlki yerinə qayıdır və biz topumuzla yenidən D7 xanasına qayıdırıq. Və belə-belə eyni gedişlər təkrarlanır
və sonda artıq oyun bərabər olmuş olur. Deməli dostlar, indi isə gəlin bərabərliyin başqa bir növü olan 50 gediş qaydası haqqında danışaq. 50 gediş qaydası o deməkdir ki, əgər ardıcıl 50 gediş ərzində heç bir piyada irəliləmir və heç bir fiqur vurulmursa, oyun HTC olmuş olur. Bu qayda oyunun sonsuz davam etməsinin qarşısını almaq üçündür. Baxın, deyək ki, burada iki fillə rəqib şahı necə mat eləyə bilərik, bunu bilmirik. Və bu arada iki fil matını da növbəti dərslərimizdə sizə izah edəcəm. Və biz rəqibi iki filimizlə mat etməyi bacarmadığımız üçün 50 gediş boyunca rəqibə mənasız şahlar veririk və rəqib hər dəfəsində qaçır. Və belə olduğu halda oyun sonsuz davam etməsin deyə oyun HTC olmuş olur. Yox, amma deyək ki, belə bir vəziyyətdə sizin bir piyadanız var və siz 49 dənə mənasız gediş etdikdən sonra artıq 50-ci gedişi bir piyada gedişi etsəz, bu qayda sıfırlanır və siz yenidən başa qayıtmış olursunuz. Artıq siz yenidən rəqibi mat etməyə çalışa bilərsiniz. Və deyək ki, siz yenidən 49 dənə gediş elədiniz və rəqibi hələ də mat eləyə bilməmisiniz. Belə olduğu halda 50-ci gediş yenidən bir piyada gedişi olsa, bu qayda sıfırlanır. Və yaxud da piyada gedişi olmasın, hər hansı bir fiquru vurmaq gedişi olsun. Deyək ki, qaraların bir at fiquru var və belə olduğu halda deyək ki, biz fillərimizlə 49 dənə gediş eləmişik və rəqib şahı mat eləməyə çalışmışıq, amma mat edə bilməmişik. 50-ci gedişdə biz gəlib rəqibin atını vurduğumuz zaman artıq bu 50 gediş qaydası sıfırlanmış olur. Deməli dostlar, indi isə gəlin yetərsiz material qaydasına baxaq. Deməli, yetərsiz material qaydası o deməkdir ki, əgər heç bir oyunçu rəqibi mat eləyə biləcək qədər fiqura sahib deyilsə, onda oyun avtomatik HTC olmuş olur. Yəni oyunçular nə qədər istəsələr də mat eləyə bilmirlərsə, oyunun davam etməsi mənasızdır. Ona görə də avtomatik HTC olmuş olur. Yetərsiz material olan vəziyyətlər hansılardır? Deməli, hər iki oyunçunun yalnız şahı qalıbsa, artıq mat etmək mümkün deyil, oyun HTC olmuş olur. Əgər bir tərəfdə yalnız şah, digər tərəfdə isə şah və bir at vardısa, yenidən mat etmək mümkün deyil və oyun HTC olmuş olur. Məsələn, burada at fiquru olmasın, fil fiquru olsun, yenidən bir tərəfdə yalnız şah vardısa, digər tərəfdə şah və bir fil vardısa, atda da olduğu kimi oyun HTC olmuş olur. Və son olaraq bir tərəfdə yalnız şah, digər tərəfdə isə şah və iki at olduğu zaman əgər rəqib səhv etsə, bəzi hallarda biz onu mat eləyə bilərik. Baxın, sizə belə izah edim. Deməli, iki atla mat nəzəri olaraq mümkündür. Zorla məcbur edilə bilən bir mat deyil. Məsələn, kitablarda at və fil matını öyrədirlər. Yəni, siz at və fil matını eləməyi bacarırsınızsa, rəqibiniz qaçınılmaz olaraq axırı başı mat olacaq. Amma kitablarda iki atla mat eləməyi öyrədəndə yazırlar ki, iki atla matın mümkünlüyü. Bizim iki atımız varsa, rəqib çobut bir səhv etdiyi zaman biz rəqibi mat eləyə bilərik. Ona görə də sonda iki at qaldığı zaman oyun avtomatik olaraq bərabərə sayılır. Deməli dostlar, indi isə gəlin razılıq əsasında olan HTC haqqında danışaq. Razılıq əsasında olan HTC də o deməkdir ki, əgər hər iki oyunçu razılaşarsa, oyun HTC ilə başa çatır. Deyək ki, siz bir şahmat yarışındasınız və bərabərlik sizə yarışda birinci olmağınız üçün bəs eləyir. Belə olduğu halda oyunun bir hissəsində siz rəqibə bərabərlik təklif edirsiniz və rəqib sizin bu təklifinizi qəbul etdiyi zaman artıq oyun bitir və HTC olmuş olur. Deməli dostlar, 12-ci dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.